Əlil bir kişi təkərli arabasından yıxılıb yerdə çobalayırdı. Bunu görən körpə qız uşağı ona yaxınlaşdı və kişinin yerə dağılmış pullarını yığmağa başladı. Kişi ondan xahiş etdi ki, onları yığ, ver mənə. Qız uşağı yerdə dağılan bütün pulları yığıb yaşlı adama verdi. Yaşlı adam ondan xahiş elədi ki, indi sən mənə bir də kömək elə ginən, mən arabaya otura bilim. Qız ona yenə köməklik göstərərək onu bir təhər əlil arabasında otuzdurdular. Və bundan sonra kişi ondan soruşdu ki, qızım sənin adın nədir? Dedi, mənim adım Laradır. Və qız kişidən xahiş elədi ki, əmi o əlindəki sudan mənə biraz verə bilərsən? Kişi əlindəki butulkanı bütöv qıza uzatdı. Dedi, al bu sənin olsun. Qız təşəkkür edib oradan uzaqlaşdı. Elə bu vaxtı həmin yaşlı adamın köməkçisi gəlib ora çıxdı. Kişi tez köməkçisinə dedi ki, o yerə düşmüş çörəyi zəhmət olmasa götür mənə ver. Köməkçisi götürüb çörəyi ona verdi və dedi ki, tez ol sür, gedək biz mənə kömək eləyən qızı arxadan tutaq. Və bunlar tez gəldilər, gördülər qabaqda o körpə qız uşağı gedir. Həmin qız bir qapıya yaxınlaşdı, qapını döydü, qapını bir gənc qadın xeyrəyə açdı. Çox əcazil bir qadına oxşayırdı və bu uşağın başına qışqıraraq onu danlamağa başladı. Qız əlindəki su butulkasını həmin qadına uzatdı. Qadın dedi, axmaq qız, bizim evimizdə bəyəm su yoxdur, sən su gətirmirsən mənə. Sənə demişəm ki, evə pul gətirməlisən. Sən evə pul gətirməsən, bu evdə yaşaya bilməzsən. Və uşağın başına qışqıraraq onu qovdu. Uşaq kör peşman şəkildə geri qayıdarkən həmin kişi onun yanına çağırdı. Dedi, Lara, bura gəl görüm. O qadın sənin anan deyil, səninlə niyə belə rəftar edir? Lara kədərlənərək dedi ki, yox, o mənim anam deyil. Dedi, sənin anan da olmasa, səninlə elə bir rəftar edə bilməz. O səninlə çox pis rəftar edir. Mən sənə kömək eləyəcəm. Və köməkçisinə dedi, telefonu ver mənə. Köməkçisindən telefonu alıb polis şöbəsinə zəng elədi. Onlar sonra polis bir nümayəndəsi gəldi və qıza dedi ki, gəl gedək yenə, sən qapını döy yenə. Və qızı gətirdi. Qız qapıdan yenidən döydü. Həmin qadın yenə qapıda göründü və qızı görüb qışqırmağa başladı. Sən yenə gəlmisən, deyə onun üstünə qışqırdı. Bu zaman yaşlı adam ona dedi ki, sən o qızla niyə belə pis rəftar edirsən? Sən onun başına qışqıra bilməzsən. Dedi, ki, get sən öz işinlə məşğul ol ginən. İndiki zamanda elə bilirsən, uşaq saxlamaq çətindir, asan məsələdir. Sən bu işlərə qarışma ginən. Və qızın başına qışqırdı ki, get pul tapıb gətirməsən, sən bu evdə yaşaya bilməzsən. Əlini qaldırıb qıza vurmaq istəyəndə elə böyürdə dayanmış polis işçisi onun əllərini göydə yaxalayaraq qolunu qandallayıb polis şöbəsinə apardı. Bundan qorxan qız dolğusunaraq kişiyə yaxınlaşdı. Kişi dedi ki, qorxma ginən. Mən sənə hər cür yardım, köməklik göstərəcəm.
Qız dedi ki, əmi doğrudan sən mənə köməklik göstərəcəksən? Dedi, hə. Və qız uşağını götürüb öz evinə apardı. Və onu bir otağa gətirdi. Dedi ki, bu otaq bundan sonra sənin olacaq. Qız baxdı, gördü ki, otaqda cürbəcür paltarlar, uşaq oyuncaqları, nə istəyirsən burada var. Sevinməyə başladı. Dedi ki, səni adıma yazdırmaq bir müddət çəkəcək, amma sən burada yaşayacaqsan. Bura sənin otağın olacaq. Əlindən alınmış uşaqlığını bu otaqda, burada sevinclə yaşaya bilərsən. Qız bundan çox fərəhləndi, atılıb düşməyə başladı və qalan uşaqlıq dövrünü orada xoş və firavan yaşamağa başladı. Diqqətinizə görə çox sağ olun.